özlərinə saxta obrazlar qoyub, adına şeir qoyublar ora. Məsələn, N. Həsənov. Kimdir bu? Mənim cavab versin. Kimdir N. Həsənov? Siz məhkəmə olmuşsunuz, mən mütləq onu açıqlamalıyım. Yox, niyə N. Həsənov yazılmalıdır? Və müəllim də uşaqdan soruşanda ki, qızım, bu şeiri kim yazıb? O da deməlidir, N. Həsənov. Belə ad olar, belə dərslikdə belə şey gedər, qardaş. Olar. Nətər, N. Həsənov deyəcəm. Ona görə ki, müəllif maraqlandırmır. Bu müəllifi də yetişdirirsiniz axı. Uşaq öz şairini tanıyır, öz uşaq şairini tanıyır, onu sevir. Deyir, filan vaxtı da 3-cü sinifdə də bu şairin şeirini oxumuşdum. Sonra da oxuyacağım, sonra ondan görüş keçiriləcək, onu görəcək. Siz həm şairi yetişdirirsiniz, həm şagirdi yetişdirirsiniz. Belə olmaz. İndi siz buna baxın. Cabir Novruzun Cavanlığım şeirdə Qara gözlü cavanlığım, kimdən küstü cavanlığım. 7-ci sinif uşaqlarına Sahib Xasay qızı, şübhəsiz ki, bu qurma adlı Cavanlığım şeirinə baxaq. Yaşıl başlı sona idi. 7-ci sinif uşaqlarına yazılmış dərslikdə gedən şeirdə. Yenilməyən qala idi, kaş yerində qala idi, məndən gedən cavanlığım. Və yaxud, tanış imiş mənə bunlar, nələr, nə? Bunlar nədir? Bunlar dil məsələsi deyil. Şeirdə belə şey yoxdur. Əziz imiş köhnə yollar, hansı yollar? Çətin imiş ayrılıqlar, bunlar, yollar, ayrılıqlar qafiyə eləyibsə ki, qürbətlər də günahkar imiş. O yox, qardaş, burada nə qafiyə var, nə bir şey var. Bu cavanlıq, bu qızın, bu xanımın, bu şairin, cavanlıq şeirimin, Rafiq müəllim, bu cavanlıq şeirinin 7-ci sinif şagirdən nə dəxli var? Bax, mənə deyil. Nə öyrədir? Hansı estetika var burada? Gəlin Rafiq müəllim eləyir. Biraz emosiyalarınızı biraz aşağı. Yox, qardaş, mən bu hissi, mən sizin bütün dərsliklərinizi oxumuşam. Bütün dərsliklər məndə var, mən həmişə... Və burada mən... Yox, hələ cavab verməyin, sonra cavab verərsiniz. Sonra... Məsələn, özdə, bax, araşdırıram ki, bu müəllif kimdə, Qoqliyə verirəm. Qoqliyə axtarın ki, Dilruba Nurəddin qızı kimdir? Altında korrektor, altın nəşriyyatda nə bilim, redaktor. Hamısı altın nəşriyyatının əməkdaşlarının şeirləridir. Mən axtarıram baxın buna. Mən avam deyiləm, mən faktla danışıram. Mən 60 yaşım var, mən 40 il müəllim işləmişəm və işləyirəm. Mən nətər allada bilərsiniz?